Sizi tədbirə. Buyurun. Çok sağ olun. Buyurun. Ne güzelsiniz. Hamınız birbirinizden güzel. Çok sağ olun. Çok sağ olun. Tamam, çok sağ olun. Hoş geldiniz. Tələsməyin, qızlarım, tələsməyin. Hoş geldiniz bir daha. İlk defa da burada olmuşum. Çok olmuş. Gidiş. Sağ olun, hoş geldiniz. Ne kadar mərkəzləşdirilmiş kitabxana sistemi, bu məktəblə daimi əlaqədəyik. Biz buna görə də mən istərdim ki, bugün sizə qısaca olaraq kitabxanamızın fondundan bu tarix üçün ayrılmış iki ədəbiyyat, iki hissəyə bölünmüş bir sərgimizlə tanış edim. Sərgimizin birinci hissəsində gördüyünüz kitablar o dövrün tarixi hadisəyə münasibətini bildirmiş, sözünü demiş yazıçıların əsərlərindən ibarət bir sərgidir. Gördüyünüz, yəni ilk olaraq Nərman Nərmanov var burada, Əlqul Qəmisar var burada, Yusuf Seyfədir Çəmizəmeli var, Səməd Mənsur var və bir çox Seyid Hüseyin var və Məhəmməd Hadi. Bildiyiniz kimi bu dövr ədəbi tariximizdə sözünü demiş görkəmli şəxsiyyətlərdən biridir və bir neçəsini biz bugün sizə nümayiş etdirmək istəyirik və əsas olaraq tarixi hadisələrdən sərgimizin adı Sən olasan Gürcistan qoymuşuq. Çünki Hüseyin Cavid bildiyimiz kimi himnimizin müəllifidir. Eyni zamanda da o dövrdə sözünü kəskin şəkildə demiş ədibdir və eyni zamanda da biz sizə göstərmək istəyirik tarixi kitablarımızdan. Tarixi kitablarımız təbii ki, Məhəmməd Əmin Rəsulzadənin adı ilə başlanmış bir tarixi hadisədir. Lakin sonraki dövrlərdə tarixi hadisələrin gedişatında Ulu Öndərimiz, mənim liderim, mənim ümumilli liderim sonralar bu tarixi daha da təkmilləşdirdi, daha da gözəlləşdirdi və mənim Ali Başkomandanım bizim fondumuzun, ümumiyyətlə Binəqədi rayon mərkəzləşdirilmiş kitabxana fondunun çox zəngin tarixi, siyasi fondu var və Zəfər qəhrəmanımızın bu tarixi gözəlləşdirdiyi yenidən bu tarixə bir ad verdi və bu tarixin sənnaməsi olaraq bütün gördüyünüz kitablar tarixi hadisələri özündə sənədlərlə, faktlarla əks etdirən kitablar. Diqqətiniz üçün teşəkkür edirəm. Teşəkkür edirik. Çox sağ olun. Biz həqiqətən böyük məmnuniyyətlə sizinlə başlayacaq. Bizim şagirdlərimizin də əl işləridir. Şagirdlərimizin öz əl işləri, Zəfər bayramımızla bağlı olan yaradıcı istedadlı şagirdlərimiz var. Onlar sağ olsunlar, həm də öz düşüncələrini artıq sənətlərdə ötürə bilirlər, kağızına da ötürə bilirlər, əl işlərinə də ötürə bilirlər. Bu da onların əl işləri. Bizim Azərbaycan həqiqətən çox yaradıcı olanlardır. Parçadan güzəldir, tarix ödüldür. Çarpar formada. Bir de bizim kitaplarımız sağ olsunlar. En değerli, en vacip kitaplarımız minnettarım. Hep güzellerimiz önüne gelip valideyn və müəllim heyətiniz, hər birinizi bugün münasibətilə təbrik edirəm. Yalnız bir qısa cümlələrimi fikrimi bildirmək istəyərdim. Bilirsiniz ki, dünyada 4000-ə yaxın xalq var. 4000-ə yaxın xalq var. O xalqların yalnız 200-ünün öz 100-ün müstəqil dövlətin içərisində biz də varıq Azərbaycan. Azərbaycanı müstəqil edən, tarixi boyunca bizi bugünə kimi çatdıran igid oğullarımıza, o igid oğulları dünyaya gətirən analarımıza, hamısına biz minnətdarlıq borcumuz ki var, onu bildirməliyik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bizi bugünə çatdıranların hamısının qarşısında bizi çox mükəmməl, çox əvəz olunmaz borcumuz var oxumağımızla, vətənimizi sevməyimizlə, bayrağımızı sevməyimizlə, torpağımıza bağlı olmağımızla. Əziz və dəyərli şagirdlərimiz, mən həmişə sizlərlə çox ünsiyyətli olmuşam.
Değerli qonaqlarımız, bugün bizim səhər tezdən şagird qəbulunda da müstəqillik günü ilə bağlı kiçik də olsa biz qarşılamanı elədik. Bütün valideyn heyətinin qarşısında, şagirdlərin qarşısında. Yəni mən artıq bu qədər danışacağım, amma sözü ötürürəm bizim dəyərli qonaqlarımıza. Bayramınız mübarək olsun, igid oğullarımızın, nəsillərimizin, gələcəyimiz olan bizim şagirdlərimiz və siz qonaqlarımız. Bayramınız mübarək. Canımızla bağlıyız bu torpağa, bu ele, sıralanıp dağ kimi gelin verey el ele. Canım Hardan gəlir bu səs səda, bəlkə illər arxasından. Layla çalır gəlin ana, vərduladı bir yürük. Layla çalır gəlin ana, deyilən bizə kiçik yürük. Layla axır, gözüm baxır, bəs nə üçün mürgüləmir? Qarabağı almışıq biz, zəfər yol salmışıq biz. Qarabağı almışıq biz, zəfər yolu salmışıq biz. Azərbaycan bayrağı Parçalandı ölmez vətən, ayrı düşdük biz. Öz yolunda illər öptü, nələr gördü ölkəmiz. Parçalandı ölmez vətən, ayrı düşdük biz. İndi bilsin bütün dünya, var yenilmez ordumuz, yenilmez ordu. Gör Nabahtan geldiğin, öz elinden ayrılan, talebinden oklanan, torpalın sersi. Əl yetməyən qədim tarix dərəsindən səs ver mənim səsimə. Sənə gələn, səndən ötən nə idi belə? Səndən ötüb qardaşına dəydi belə? O zaman mı bitti bizim dilimizin, sənin, mənim qabarı da? O zaman mı bitti bizim dilimizin, haralsa xan? Onlar mən deyən yerdə, sən olmadın Azərbaycan. Bakı son Sakarya. İllərlə Rusiyanın və İranın təsirlərində dözə bilməyən Bakı, mənim xanlığım dövründə Rusiyaya birləşdi. Xanlıqları birləşdirib, vahid bir dövlət yaratmaq istədim. Lakin Rusiyanın meydanındakı təsirlərinə imkan vermədi. Adım Azerbaycan'ı, yalnız onun sevgisi, Hüdaseyin gelmesi. O boyda bir ülkeden, tamam biter, tükener, bele gitse amandı. Ama o bir zamanlar, neheng Azerbaycan'dı. Zaman zaman tanıyıp biçip Azerbaycan'ı.
bize miras oldular. Küçük Azerbaycanı. Bu gel Azerbaycan'ı sevin, sevin Azerbaycan'ı. Bugün ordu seçiyorun ihtiyacı var. Odun, ocağım, evim Azerbaycan.